Salamlar, videoya xoş gəlmisiniz. Bu videoda biz sizinlə 9-cu sinif 5 aprel tarixində keçirilən buraxılış imtahanının suallarına baxacağıq. Gəlin vaxt itirmədən başlayaq qısa mətn testləri ilə. Please remember to arrive at the airport at least 2 hours before your flight. Deyir, uçuşunuzdan əvvəl. Gəlin mən balaca aldım ki, üstünə çıxmasın. 8, aha. Deməli, uçuşunuzdan 2 saat əvvəl, ən azı 2 saat əvvəl aeroporta çatmağı xatırlayın. Make sure you have your passports and tickets with you. Əmin olun ki, pasportunuz və biletiniz sizinlədir. Pack your luggage carefully and read the basic rules about what you can bring. Deyir, bagajınızı diqqətlə paketləyin və təməl qaydaları oxuyun ki, siz nə gətirə bilərsiniz. Don't forget to bring some food and water for your trip. Səyahətiniz üçün su və qida gətirməyi unutmayın. Have a safe and enjoyable journey. Təhlükəsiz və zövqlü səyahətlər. Gəlin baxaq. Ada deyir ki, passengers will be provided. Deyir ki, su və yeməklə təchiz olunacaq sərnişinlər agentliyi tərəfindən. Bu yanlışdır, özünüzlə gətirin deyir. B-yə baxırıq. Travel agency will prepare new rules about yeni qaydalar hazırlayacaq ki, siz nə gətirə bilərsiniz. Yeni qaydalar hazırlamaqdan bəhs etmir. Sadəcə deyir ki, read the basic rules. Təməl qaydaları oxuyun. C-yə baxırıq. Passengers should be at the airport only an hour before the flight. Ümumiyyətlə, onunla olanlar əsasən səhv olur. Sərnişinlər uçuşdan əvvəl yalnız 1 saat əvvəl aeroportda gərək olsun. Yalnız 1 saat demir, ən azı 2 saat deyir. Ona görə bu da səhvdir. Agency ask passengers not to forget taking their passports. Agentlik sərnişinlərdən istəyir ki, onlar pasport və bileti gətirməyi unutmasınlar. Bəli, burada var idi ki, make sure you have your passports and tickets. Doğru cavab D olacaq. Y-yə də baxaq. Sərnişinlər are not allowed luggage, bagajlarını özləri ilə gətirməyə icazə verilir. Belə bir şey də deyilmir. Doğru cavab D variantıdır. Digərinə baxaq. Dear teachers, əziz müəllimlər, there will be a picnic this Saturday at 12 p.m. for the teachers of the school in the park. Deyir ki, parkda məktəbin müəllimləri üçün saat 12-də Saturday, şənbə günü piknik olacaq. If family members want to join the picnic, they should pay half the price of the bus journey. Əgər ailə üzvləri piknikə qoşulmaq istəyirlərsə, onlar gərək avtobus səyahətinin qiymətinin yarısını ödəsinlər. Everyone should bring their lunch. Hər kəs öz qəlyanaltısını gətirməlidir. Come and have fun together. Gəlin və bir yerdə əylənin. Teachers Club, müəllimlər klubu yazıb bunu. Ada deyir ki, teachers will go to the picnic organized for them next weekend. Deyir, növbəti həftə sonu onlar üçün orqanizə olunmuş piknikə gedəcək müəllimlər. Növbəti həftə sonu demir burada. Bu şənbə deyir. Onda növbəti olmurdu, amma yenə də variantı qalsın. B-yə baxırıq. Picnic will be held early in the morning at the weekend. Həftə sonu səhər erkəndən keçiriləcək. Səhər erkəndən yox, 12-də keçiriləcək. 12 ilə 4 arası da afternoon hesabı olunur. Öncə burada early hissəsi yanlışdır. C-yə baxırıq. Family members are not allowed to bring lunch for the picnic. Ailə üzvlərinə icazə verilmir piknikə. Özləri ilə lunch gətirsin. Bu yanlışdır. Burada hər kəs deyir. D-yə baxırıq. Everyone attending picnic should pay half the price of the journey. Burada deyir ki, piknikə qoşulan hər kəs qiymətin yarısını ödəməlidir. Amma burada deyir ki, ailə üzvləri. Baxın, if family member. Əgər ailə üzvləri qoşulmaq istəyirsə. Y-yə də baxaq. Teachers should take their lunch with them to the picnic. Müəllimlər öz lunchlarını özləri ilə piknikə gərək aparsınlar. Bu isə doğrudur. Doğru cavab Y variantı olacaq. Hər kəs deyəndə içində müəllimlər də gedir. 7-yə baxırıq. Ola bilər ki, hansısa sualın izahında nəsə yanlışlığı edərəm. Çünki mən də hal-hazırda indi baxıram sizdən suallara saat elə 14-12-də. Yəni, nəsə səhv olsa, şərhlərdə zəhmət olmasa bildirin, mən rəylərə geri dönüş edəcəm. I'm inviting you. Deməli, bu məktub yazılır, Caitlin-ə yazılır və Mary tərəfinə yazılır. Yəni, Mary yazır bu məktubu. Kate-ə yazır, belə deyək, Caitlin-ə. Mən deyir səni ad günü partimə dəvət edirəm. Bu cümə günü kuzenimin evində. Let me explain to you
How to get there. İcazə versəniz izah edim görün necə gedə bilərsən. If you take your car, drive directly on forest road, then drive past. Aha, deyir ki, əgər maşınla gəlsən, birbaşa forest yolu ilə get, sonra Bronze Hill'i keç və 13A çıxışına gəl. Drive-dan, oradan deyir aşağı sür, sonra sola dön. It is the first big house on the right. Sağda olan böyük evdir, orada görüşənədək. Caitlin sends Mary the home address of her cousin. Deyir ki, Caitlin Mary'yə ev adresini göndərir. Xeyr, Mary Caitlin'ə ev adresini göndərir. Ona görə bu yanlışdır. B-də deyir ki, Mary asks Caitlin to come to her birthday party for her cousin's car. Deyir ki, Mary Caitlin'ə ona günə kuzeninin maşını ilə gəlməsini deyir. Xeyr, öz maşınını deyir ki, burada if you take your car, öz maşınınla gəlsən. Mary invites Caitlin to her birthday, which will be next Friday. Mary Caitlin'i deyir, dəvət edir öz ad gününə, hansı ki, növbəti cümə baş olacaq. Burada this Friday deyir, bu qalsın hələ ki. O birində səhv olmuşdu bu. Mary describes the way to her cousin's house to Caitlin. Aha, bu doğrudur. Deyir ki, Mary kuzeninin evinə olan yolu Caitlin'ə təsvir edir. Bəli. 7 deyir ki, the house of Mary's cousin is the last big house on the left. Solda olan ən böyük evdə, solda yox, sağda olan idi. Baxın. The big house on the right. Burada isə left deyir. Doğru cavab deyir burada da. Davam edirik. Bir dəqiqə. Sualın digər hissələri yoxdur. Mətnin digər səhifəsi yoxdur. Səhifəni Azərbaycan dilinə əlavə etdim. Ardı ilə davam edə videonu yekunlaşdırana kimi gələrsə paylaşaram həmin hissəndə. 21-ci suala baxaq. The shop watches the house is closed weekend. Gəlin baxaq. Between olmaz. Betweendən sonra cəmsim gəlməli idi. Çünki iki əşya arasındadır. Shop deyir, mağaza evin yaxınlığında olar. Öncə bu yox. Next to doğrudur. Which is closed at the weekend. Həftə sonunda at ilə işlənir. Ona görə deyəcəklər. Yanlışdır, doğru cavab B olacaq. This is one of the oldest. Bəli, o Z olur burada. Çünki est sifətin üstünlük dərəcəsinə Z işlənir. Towers in the city olacaq. Burada da Z olacaq. Çünki isim gəlirsə heç vaxt artiklsız işlənməz. Əvvəlində də Z olan D variantıdır. Və burada da ən qədim şəhərlərdən biri var deyirsə, artıq bizə şəhər məlumdur ki, o haqda danışırıq da, düzdür. 23-cü suala baxırıq. Bizdən regular verbs, yəni qaydalı fe'lləri soruşur. Gəlin baxaq. Build qaydasızdır, t-la olur build. Sonra forget, forgot olur. Dig, dag olur. Grow, grew olur. Send, sent olur. Doğru cavab Y variantı. Covered, sneezed and introduced. 24-cü suala baxırıq. Crowded, mild, ordinary. Aha. Not unusual or different in any way. Yəni, unusual, qeyri-adi olmayan, adi, bəli, bura uyğun gəlir, ordinary. Having a lot of people. Çoxlu insanın olması, basa-bas crowded olacaq, B bura düz gəlir. Not strong, çox güclü deyil. Bu da mild, mülayim olacaq. C, B, C, A. Doğru cavab B variantıdır. 25-ci suala da baxaq. Did they are these unusual paintings from? Cümlə sonunda from varsa cavab ola bilər. Who, what, where? Aha, yəni 3 və 4 olacaq. Yənidir onlar bu qeyri-adi rəsmləri hardan alıb, kimdən alıb? Öncə doğru cavab da 3-4-dür. Aha, video hələlik bu qədər. Çünki baxdım, hələ digər səhifə yoxdur. Əgər həmin hissədə paylaşılsa, sizinlə bölüşəcəm. Sağ olun, salamat qalın. Səhifəni izləmədə qalın, ardında paylaşacağım.